Tekrar sizləri xoş gördük. Bu videomda da istinadlardan danışacağım. Amma hər şeydən əvvəl 2026-cı ildə təşkil edəcəyim Excel yarışmalarına sizləri dəvət edirəm və lazım məlumatları excelworld.org veb saytından əldə edə bilərsiniz. İndi isə gəlin deməli Excel faylımıza keçid eləyək. Bu çalışmada, bu videoda biz horizontal formada yer alan valyutalara göre ki bu valyutalar yani avro, funt sterling, yen ve manattır ve burada məhsullar var. Təqribən 18 məhsuldur və onların şərti qiymətləri verilib. Bu şərti qiymətlərə aid hər hansı bir valyuta yani bəhs mövzusu değildir. Amma biz baxın bu dəyərləri əsasən onların avro bazında, sterling bazında, yen bazında və manat bazında qiymətlərini hesablayacağıq. Gəlin bəsitdən başlayalım. Buraya kursoru yerləşdirdikdən sonra bərabər deyək və şərti qiyməti seçib onu məsələn avro qarşılığına uyğun gələn məzənni ilə hasilini tapaq. Enter tuşuna basaq. Bu rəqəm normalda doğrudur. Əgər biz bunu sağ tərəfə tıklasaq, fikir verin, belə bir rəqəm alırıq. G yani 8 G3'e vurulur. Bakın əslində bizim qiymət budur. Yani B8. Yani burada B8 olmalıdır. G3 ise yani bu halda doğrudur. Ama mesela ben bunu aşağıya doğru çeksem fikir verin 0 alınır ve G4 olunur. Yani buradan belə bir qənaətə gəlmək olar ki bu sətirdəki hansı ki 3-cü sətirdir dəyərləri mən sabitləməliyəm. Və eyni zamanda B sütunundakı şərti qiymətlərin yer aldığı dəyərləri də nə etməliyəm? Yəni sabitləməliyəm. Gəlin bunları silək. Yəni başqa bir sözlə, məsələn fikir versək, bu B3 xanasıdır. Yəni B-nin önünə dollar işarəsi qoyduğumuz zaman bu B sütununu deməli sabitləyir. 3'ün qarşısına dollar işarəsi qoyduğumuz zaman isə 3-cü sətri sabitləyir. Hər ikisinin qarşısına da dollar işarəsi qoyduğumuz zaman həm sütun həm də sətri sabitləmiş olur. Gəlin yenidən hesablamamızı aparaq. Bərabər deyək. Deməli burası yəni şərti qiymətlər hesabında gəlin bir dəfə F4'ə tıklayaq. Bu halda bütün həm sətr həm sütun sabitlənmiş olur. İkinci dəfə sadəcə sütun daha doğrusu sətr sabitlənmiş olur. Üçüncü F4'də isə biz B'nin qarşısına dollar işarəsinin qoyulduğunu görürük və bu da bildirir ki sütun sabitlənmişdir. Dördüncü dəfədə isə artıq yenidən əvvəlki vəziyyətə, yəni nisbi xarakter daşıyan bir vəziyyətə gəlmiş oluruq və vurulsun deyirik. Bu səfər isə B2'ni seçirik. Burada isə bir dəfə F4 düyməsini tıklayırıq. Tam sabitləmə. İkinci dəfədə isə görürük ki sadəcə sütunu sabitləmişdir. Və enter tuşuna basaq. Gəlin sonra baxın belə deyək. Məsələn, gəlin bu rəqəmi yoxlayaq. Normalda burası həmin bu rəqəmlə baxın funt sterlingin yəni çarpımıdır, hasilidir. Normalda rəqəmlər doğrudur. Ondan sonra baxın bu qədər gətirirəm və sonra bunların hamısını seçdikdən sonra 2 dəfə tıklayaraq lazımi hesablamaları aparıram. Bir sonraki videoda biz bu göstərilən məhsulların maya dəyərlərini həmin məzəndən, yəni vərəqində yer alan məzənlərdən hərəkət eləyərək hesablamış olacağıq. Bir sonraki videoda görüşmək ümidi ilə.